və dünyada hətta bax o arı yeşiklərinin içində qurd tökür də. Yəni o bir qiymətli bir şey, arıçının istəyi yox ki, orada qurd töksün. Arı qurdundan getmir söhbət, xəstəlikdən, həşəratdan gedir. Onu da dəmləyirsən, o da müalicədir. Yəni Allahın insana verdiyi arı qədər qiymətli heç bir şey yoxdur. Nə ilan, nə qurban, nə zəhər, heç bir şey arıya çatmır. Yer üzündə arının zəhəri qədər qiymətli heç nə yoxdur Samir bəy. O tam öyrəniləndə yer üzündə nə xərçəng olacaq, nə başqa xəstəliklər olacaq. Bax, axırıncı Londonda, İngiltərədə hazırlanan axırıncı xərçək dərmanı arı zəhərindən hazırlanıb. Daha ondan sonra yox, lap axırıncı məlumatı deyirəm. Doktor bəs yaxşı, bu çöldə barədə arılar var, o bal arılarına oxşayan sarı arılar. Onlar da bəzən adamı sancırlar, onların da zəhəri faydalı. Hamısında fayda var, ancaq təbii ki, müalicəvi arılar qədər yox. Çünki onların zəhəri çox kəskin olur. Bəzən görürsən ki, çox ciddi fəsadlara gətirib çıxara bilir. Adamlar deyir, doktor, bu arılar çox ağrıtmır, çox şişirtmir. Şu arılar biri vurmuşdu, nə günə qaldım, ancaq burada heç nə hiss eləmirəm. Yəni, belə fərqi var.